Alberto Giacometti haqqında danışaq ki, bax gördüyünüz kimi Alberto Giacometti də bundan qabaq neçə dənə rəssam keçdi ki, hər biri mücərrədliyi özlüyündə əks elətdirirdi. Henry Moore-dan tutmuş, Juan Miro'dur, Naum Gabo'dur, nə bilim müxtəlif belə biz rəngkar rəssamlar keçdik, heykəltaraş rəssamlar keçdik və s. və ilə axırda ki, bunlar hər biri deməli həmin o mücərrədliyi əks elətdirən modernist əsərlər yaradan rəssamlar olmuşdur ki, Alberto Giacometti də bax bu kimi rəssamlardan hesab olunurdu ki, ilk növbədə onun üslub və texnikasına nəzər yetirək. Görəcəksiniz ki, bax burada bütün mücərrədliklər öz əksini tapmışdır. Məsələn, sürrealizm, ekspresyonizm, fauvizm, kubizm, formalizm və heykəltaraşlıq, rəngkarlıq, qrafika sahəsində əsərlər yaradaraq mənzərə, natürmort, portret janrına müraciət etmişdir. Və deməli İsveçrəli rəssam olmuşdur ki, 20-ci əsr təsviri incəsənətində çox mühüm rol olmuşdur da, deməli Giacomettinin və heykəltaraş rəssam olmaqla öz əsərlərini qeyri-adi şuurla deməli işləyirdi və o deyir Fransız heykəltaraşı Rodin'in yaradıcılığının təsiri altında yaratmışdır öz əsərlərini və onun da ilkin əsərləri əlbəttə ki, real tərzdə işlənilmişdir. Daha sonralar o ki, kubizmin təsiri altına düşür, Picasso üslubuna sıçrayış edir və burada o başlayır, deyir, Afrika incəsənətidir, ondan sonra arxaik plastikadır, Amerika incəsənətidir. Bu incəsənətlərlə maraqlanaraq bunların birləşməsindən özünün sintezli deməli heykəllərini yaratmışdır və ona görə də həmin üslubların xüsusiyyətlərindən yeni bir üslub yaratmağa çalışmışdır. Yəni hər zaman fərqliliyə üstünlük verən bir rəssam olmuşdur. Və Giacometti öz heykəllərində bir kubizm elementlərini özünə məxsus şəkildə nə Picasso üslubunu, nə sezon metodunu çox uygulamamışdır da, özünün şəxsi olaraq öz fərdi üslubuna deməli irəliləyiş etmişdir. Sanki deyir, həmin o xüsusiyyətləri özününküləşdirir və çəkisiz heykəltaraşlıq kompozisiyaları yaradırdı ki, bu çəkisiz heykəltaraşlıq deməli kompozisiyaları da sanki daha çox reallıqdan daha çox kölgəni özlüyündə əhatə edirdi. Məsələn, burada baxaq, Qaşıq Qadın əsərinə 1926-cı ildə işləyibdir, fiqur da yenə 1926, cütlük isə 1927-ci ildə işlənib. Belə baxırıq ki, eyni dövrləri, eyni illəri əks elətdirən əsərlər olmuşdur. Məsələn, Qaşığı qadın formasına bənzətmişdir. Belə deyim də, qadınlar əsasən, belə deyim, fikir verirsiniz, onun bədən fiqurasına baxırsınız, elə qadın obrazını sanki o qaşığın iç hissəsinin forması ilə əlaqələndirmişdir ki, qadın daha figuraya, gözəl figuraya malik olur. Fikir verirsinizmi? Qaşığın deməli oyuq hissəsi ilə aşağı tutacaq hissəsini əlaqələndirmişdir ayaq və yuxarı hissəsini isə baş formasında göstərmişdir. Həm də bunu həyatla əlaqələndirmişdir. Məsələn, bax biz kurikulumda əsasən deyərdik ki, bu rəssamı keçərkən fənüstü inteqrasiyaya daha çox uyğunluq olan bir dərs olar da. Bu rəssam öz heykəlini həyatla daha çox əlaqələndirmişdir. Sonra fiqur heykəlinə baxırıq ki, burada da fikir verirsiniz, kubizmin elementlərini özünə məxsus şəkildə sanki bir-birinə çırparaq bir uyğun bir insan fiquru yaratmışdır. Və yaxud cütlük əsəri. Deyir, Alberto Giacomettinin əsərləri çox vaxt odun kötüyünə bənziyirdi. Fikir verirsinizmi? Burada da qadını yenə cütlükdür. Aydın məsələdir ki, qadını yenə qaşıq obrazında göstərmişdir. Kişini isə odun kötüyünə bənzətmişdir ki, bunların özlərinin xüsusi rəmzi mənaları vardır ki, belə bir misal var. Deyir, kişi evin nə idi? Dirəyidir. Düzdür?
fikir verirsiniz. Forma ümumiyyətlə insanlarda, istər kişilərdə, istər qadınlarda eynidir də, düzdür, əksərən. Amma sadəcə olaraq qadınları daha figuralı, kişiləri daha çox düzgün formada çəkirlər ki, rəssam kişini burada odun kötüyünə bənzədərək o dirək məsələsini sanki ortaya qoymuşdur. Sonra rəssam deyir, öz əsərlərini işləyərkən bir çox əsərlərini sanki deyir qəfəsə vizual olaraq məhkum edərək, sanki deyir həmin o qəfəsə məhkum edərək onları müxtəlif zərif karkas konstruksiyaların içərisinə salırdı. Və onun ən məşhur əsərlərindən biri də əl heykəlidir ki, bax bu əl heykəlidir ki, bunu deyir müharibədə olarkən əskər yoldaşının qoparaq yerə düşmüş əlinin təsiri altında deyir bu əsəri işləmişdir ki, baxanlar, bu əsərə baxanlar özünə məxsus şəkildə sarsılır. Yəni qopmuş bir əli bir obraz formasında onu işləmişdir. Sonra boğazı kəsilmiş qadın. Fikir verirsiniz, hansı formadadır? Əsasən əqrəb formasını özlüyündə xatırladır da, düzdür? Məsələn, bunu da həyatla əlaqələndirmək olar ki, həyatla necə əlaqələndiribdir rəssam rəsmini, öz heykəlini. Əlbəttə ki, bunları işləyərkən ilk növbədə eskiz variantı çəkir, işləyir və s. və ilə axırda. Boğazı kəsilmiş qadın dedikdə, yəni ki, həyatda təklənmiş qadın, tək qalmış qadın, ailə başçısını itirən qadın və s. və ilə axır. Niyə bunu əqrəb formasına salır? Fikir verirsiniz, günümüzlə necə əlaqəlidir bu? Yəni ki, qadın var qüvvəsini toplayır. Deyir, dişi ilə, dırnağı ilə, ayağı ilə, qolu ilə sanki həyatda qalmaq üçün mücadilə edir. Və yaxud övladı varsa da övladlarından ötürü mücadilə edir, özünün həyatda yaşamasından ötürü mücadilə edir. Bax, bu rəssamın özünün fəlsəfi bir düşüncəsidir. Bundan əlavə, deyir, 2-ci Dünya müharibəsi illərində Cenevrədə yaşamış Giacometti müharibədən sonra heykəltaraşlıqda, portretdə, rəngkarlıqda və qrafikada da yeni tərzli əsərlər işləməyə başlayır. Məsələn, sürrealist masa əsəri var ki, sürrealizm üslubunda işlənilmiş və o qeyri-adi reallığı sanki yuxunu özlüyündə əks etdirən əsərdir və Yeriyən Adam adlı əsəri var və Alberto Giacomettinin əsas xüsusiyyəti nə oldu? Onun heykəllərinə biz diqqət yetirərkən elə Yeriyən Adamda bariz nümunədir ki, o fikir verirsinizsə də Yeriyən Adamı neyniyibdir? Həcmi sadələşdirib, figurları həddindən artıq incəldir və seyrək konstruksiyalardan istifadə edərək heykəllər yaradır. Bax, bütün bu seyrək konstruksiyaları onun bütün əsərlərində biz görə bilirik. Sonra, həmin o Yeriyən adlı əsəri İsveçrənin pul əskinazının üzərində də, 100 nominallı İsveçrə frankının üzərində də təsvir olunmuşdur ki, ümumiyyətlə deyir, İsveçrə xalqı sənətə, sənətkarlığa böyük önəm verən bir xalq olur ki, öz franklarının üzərində bax bu kimi sənətkarların təsvirlərini qoyurlar ki, deməli, həm Alberto Giacomettinin öz portreti və o bir hissəsində isə Yeriyən Adam adlı əsərindən fraqment verilmişdir. Və Surixdə Alberto Giacometti fondu yaradılmışdır ki, burada əsasən Giacomettinin 60 işindən ibarət kiçik sərgisi və onun deyir, ilk dövrlərdə çəkdiyi avtoportretlərindən başlayaraq ən son deyir, həyata keçirilməmiş layihəsinə qədər və New Yorkda James Manhattan bankı qarşısında meydan üçün heykəltaraşlıq kompozisiyasına qədər bütün yaradıcılıq mərhələləri burada əks olunur. Sonra hörümçək əsərinə baxaq. Görürsünüz, öz qeyri-adi bir illüziyası ilə hər zaman deməli, insanları özünə cəlb edir. Fikir verirsinizmi, ayaqları az qala, belə deyim də, düzdür, postamentlə əlaqələndirilmir, amma sanki müəyyən bir dayaqları əks etdirir ki, bu da konstruktivizmdən götürülmüş bir xüsusiyyətdir ki, rəssam burada bunu əks etdirmişdir. Və rəssam bu sayaq motivlərə daha çox üstünlük vermişdir. Hörümçəkdir, itdir, pişikdir, hər biri də bunların deməli o özünə məxsus Giacometti fantaziyası ilə zənginləşdirilmişdir.
Və deyir rəssam deməli it heykəli olur ki, bürüncdən hazırlayır. Fərqli bir heykəldir o da. Deyir bu heykəl özlüyündə tənhalıq, çaşqınlıq hissini tərənnüm edir və Giacometti deyir bu itin cinsini göstərməmişdir. Lakin həmin heykəli Amerika deyir Birləşmiş Ştatlarındakı müasir İncəsənət Muzeyində görən hər kəs fikirləşir ki, bu deməli model məhz Əfqan tazısı cinsi seçilmişdir. Və Giacomettinin özündən bu barədə soruşanda o belə bir cavab vermişdir ki, bax it də, pişik, hörümçək hər biri mənim öz avtoportretimdir. Yəni rəssam öz avtoportreti fonunda belə bir həyati varlıqlar yaratmışdır. Və qeyd elədik ki, Giacomettinin heykəlləri qırıq, yanmış kibrit çöplərinə oxşuyur ki, elə pişik heykəli də deməli bax bu cür heykəllərdən biri hesab olunmuşdur. Bundan əlavə Alberto Giacometti o qardaşı ilə bir çox deyir dekorativ heykəllər də yaratmışdır ki, bax bu gördüyünüz dəvəquşu və dəvəquşu yumurtası da bu tipli heykəllərdən hesab olunmuşdur. Və o 1945-ci ildə Parisə qayıdır ki, burada Sartre, Dijeninin Giacometti yaradıcılığı haqqında məqalələri də ona deyir şöhrət gətirmişdir ki, son dövr əsərlərini də əsasən tuncla işləmişdir ki, əyləşmiş qadın, büdrənmiş insan, bax bu kimi mənaları o deməli mənalı heykəltaraşlıq əsərlərini işləmişdir. Bundan əlavə taladır, təməl üzərində 4 fiqurdur, 9 fiqur ilə kompozisiya əsərlərində biz misal göstərə bilərik. Baş, qıvrılmış adamcığaz, qadın, əyləşmiş qadın, işarə edən qadın, tala, 9 fiqur ilə kompozisiya, addımlayan adam və s. və ilə. Bu da rəssamın ən məşhur əsərlərindən hesab olunur.